Bismillahirrahmanirrahim. Aziz izleyiciler, sizi Ağamehdi Hadi kanalında yeniden hoş gördük. Ben geçen defa size bizim Abşeronumuz, yani deniz sahilinde yerleşen Abşeronumuz hakkında məlumat vermiştim. Ve demiştim ki bura qədimdə Şirvan adlanır. Bu haqda məlumata baxmışıq geçen videoda. İndi mən bir gün size bu Abşeronun demek yerüstü ve yeraltı suları hakkında nəql etmək istəyirəm, danışmaq istəyirəm. Abşeron indiki Abşoran deyirlər. Yəni şoran yerlər, şoran torpaqlar. O deməkdir ki, şor sulu bir yerdir. Şirin su yoktur. Bu cürlə adlar verirlər. Buna göre de Abşeron adlanıb. Geçmiş zamanda ise mesela 100 il bundan evvel bura Abşeron yox, Əfşaran adlanıb. Yani Əfşar tayfalarının yaşadığı bir yer, bir mekan. Əfşaran da Əfşəravan sözündendir. Yani o Şirvan sözünün üstüne gelir bu cəhətdən. Bu cəhətdən yani ki adlandırıblar onu. Mən indi sizə çatdırmaq istəyirəm bəzi mühüm məsələləri ki, bura heç də şoranlıq bir yer olmayıb, şirin sulu bir torpaq olub, bir mekan olub, burada yaşayıblar. Hələ qədimdən Allah Teala ki, yer üzünü yarattı ve yerin üstünde ve yerin altında nəhirlər var, axan çaylar var, yerin altında da axan çaylar var, sular var. Hatta biz dedik ki, Xəzər dənizi iki göldən ibarət olub, sonradan Allah'ın hikmetiyle zəlzələ neticəsində Türkmenistan ərazisindən bu tərəfə çöküb və dəniz əmələ gəlmişdir. Məsələn, indiki Baykal gölünü götürsək, o ki Rusya tərəfdə Baykal gölü çox böyük bir göl sayılır dünyada. Baykal gölü qədimdə heç də göl olmayıb. Yəni alimlər onun içərisində, hətta divarlarında axtarışlar aparıblar, tədqiqatlar. Görüblər ki, bu Baykal gölü ərazisi sonradan bir yarğan açılıb burada. Elə yarğan açılıb ki, elə bil ki, bunu əllə yolub düzəldiblər bunun divarlarını və həmin bu Baykal gölü əmələ gəlmişdir. Bizim indi qayda Abşeron ərazisindəki burada qədimdə şirin su olub. Abşeron yarımadasında. Sonradan bu şirin su demek şor su, onu da diyeceğim. Niye indi bu şor su çoxalıb burada? Ona göre ki Sovet hakimiyyəti gələndə burada çoxlu neft quyuları qazdılar. Yani ondan əvvəl də vardı Çar hökumət zamanında. Ve bu neftin azalanda yukarı qalxması ve onu ixrac eləmək üçün, oradan quyulardan çıxartmaq üçün dəniz suyunu vururdular. Yol eləmişdilər və kompresör deyirlər, onların vasitəsilə yol eləmişdilər quyulara ki, ta bu neft üzə çıxsın və onu bu nefti bu quyulardan çıxara bilsinlər. Bu səbəbdən Abşerona çoxlu buruqlar əmələ gəlməsi nəticəsində Abşeron yarımadasına çoxlu dəniz suyu vurdular, su hövzələrinə və o zamanki şirin sulu quyular da döndü şor su oldular. Yani bu səbəbdən. Mən uzun axtarışlar nəticəsində hələ 20-30 il, 40 il bundan əvvəl uşaq vaxtı ağsaqqallardan eşitdiyim məlumata görə Maşdağa ərazisində hətta kiçik çaylar da axıb. Bu neyin nəticəsində olub? Məsələn üçün mən sizə indi bir misal göstermek istəyirəm bizim Kəlbəcərdə, yani indiki zamanda. Orada mesela bir su görürsün, yerin altından fəvvarə vurur, onun nəticəsində orada bulaq əmələ gəlir və su axır və kiçik bir çay şəklində alır. Qədimdə də Azərbaycanın gözəl bir güşəsi olan bu Abşeron yarımadasında həmin bu sulardan olub. Bu axan çay, kiçik, o böyük çaylardan yox, kiçik çaylardan, yani ki eni kiçik olan dayaz çaylardan axıb şirin suyu çaylar. Mesela bir çay olub
mən köhnə kişilərdən eşitmişəm, 30 il, 40 il bundan əvvəl 195-90 yaşlarında olan kişilərdən eşitmişəm ki, Maşdağadan bir çay axırdı, adına Zəbrud çayı deyərdilər. Zəbrud. Zəbrudun mənası, yəni rud bulağa deyər, böyük bulağa rud deyər və zəb də mənası o deməkdir ki, yəni ki, gözəl suyu, dadlı olan bir su, dadlı, gözəl suya zəb deyər. Zəbrud yəni dadlı suyu olan bir böyük bulaq Maşdağada olub. Hardasa 300 il bundan əvvəl demək bu qurumuşdur. Yəni ki, qurumuşdur deyəndə ki, olsun ki, bu yeraltı çaylara çevrilir. Məsələn ki, onların mənbeyini də deyə bilirəm sizə. Bəzən mən bunu deyəndə mənə deyirlər ki, ayaq Mehdi, bəs bu bizdə dağ yox, şəlalı yox, bu çay hardan əmələ gəldi? İndi mən sizə mənbeyini deyim. Demək, indi Karvan Şadlıq var, Şadlıq Sarayı. Onun arxasında demək bir fəvvarə su olub. Allahın hikməti ilə yerdən fəvvarə vurub çox hündürə, orada həmin su axıb və bir çay əmələ getirmişdi. Kəndin içindən axırdı, Maşdağanın içindən. Və ikincisi də bizim o Maşdağanın Bilgəhə gedən hissəsində, orada birində oğdan da var. Oğdan da var orada. Həmin yerdə də həmin bu fəvvarədən olub və orada həmin fəvvarədən hətta bir göl əmələ gəlmişdi və həmin göldən də demək əvvəl göl fəvvarədən mənbeyini alıb, axan çay isə həmin göldən mənbeyini almışdı və o artıq müəyyən bir səviyyəyə çatanda axıb gedirdi. Yenə kəndin içi, Maşdağa kəndinin içindən həmin çay axmışdı və Maşdağada çoxlu bu qazıntılar zamanı bu çayın izləri görülür. Yerdən görürsən ki, bir palasa, bir zolaq, o daş, qəmbər deyərik, bir çay daşı deyərik buna, qəmbərlər çıxır. Bu onu göstərir ki, yəni mən keçmiş yaşlı kişilərdən də eşitmişəm ki, qazıntılar zamanı yerdən bir müəyyən yerlərdən çay daşı çıxardı. Demək, bu onu göstərir ki, buradan çox uzun illər çaylar axmışdır. Bu səbəbdən həmin bu onların izləri demək ki, burada qalmışdır. Dedik ki, birinci indiki Karvanın arxa hissəsində, ikincisi də isə Quraney bağlarında. İndiki Quraney bağları deyilir, Quraney ərazisi var. Dedik ki, Maşdağadan Bilgəyə gedən yol oğdan tərəfdə Quraney ərazisi deyərlər ora. Quraneyin mənası isə Qurey, ney qamışa deyərlər. Qurey isə bağa deyərlər, yəni qamış bağları. Çünki oradakı dedik göl əmələ gəlmişdi. Gölün kənarında böyük qamışlıqlar əmələ gəlmişdi o vaxt keçmiş zamanlarda və bu qamışlardan insanlar bir tikinti materialı kimi, indi necə məsələn üçün bu armaturlar satmırlar, onlardan beton işlərində istifadə edirlər. Qədimdə də həmin bu qamışlardan həmin armatur əvəzi, qamışdan məsələn üçün bağ evləri qurardılar, onun hər iki tərəfinə gildən suvaq çəkərdilər. Onlar da divar, möhkəm divar. Yəni ki, bu işləri görüblər insanlar. İndi bəzi, məsələn üçün, su hövzələri ki, dedik ki, bulaq çayları olub kəndin içində, zəlzələ nəticəsində, məsələn, deyirəm, mən 300 il bundan qabaq həmin Zəbrud çayı axıb kəndin içindən çox gözəl bir suyu olan, zəlzələ nəticəsində yeraltı olsun ki, yeraltı çaya çevrilir. İndi yerin altı ilə axır. Məsələn üçün, bu bizim köhnə vağzal, dəmir yolu vağzalının yanında bir Priez
Yani keçid deyərlər. Biz Priez deyərdik. Rusça Priez deyilir. Keçid var. Orada mən ağsaqqallardan eşitmişdim, inanmırdım. Bir neçə dəfə qulağımı həmin yerə qoydum. Priezin ətrafında duyuyor. Qulağımı qoydum o yerə. Gördüm ki, elə bir yerin altından bir nəhir. Bir su belə gürültü ilə bir su axır orada. Demək ki, nəhirlər, sular həm yerin üzərindədir, həm də torpağın altında axır. Bu da bizim Abşeronumuzda var. Yerin altı ilə, yəni yerüstü çaylar olsun ki, yeraltı çaylara çevrilmişdir. Məsələn ki, alimlərin yazdığına görə, indiki deyirik, Quranda ayəsi də var ki, iki su bir-birinə birləşərlər, şor su, şirin su bir-birinə qarışmazlar. Bəli, bugün indi alimlər deyirlər, bu Qırmızı dənizə aiddir ki, okeanla birləşib, onun şəklini çəkiblər. Məsələn ki, bu tərəf okeanın suyu ayrı idi, həmin bu Qırmızı dənizin suyu ayrıdır, bir-birinə qarışmırlarlar. Belə bir şey Baltik dənizinin, tek Qırmızı dənizdə deyil, orada da var. Yəni, başqa yerlərdə də var. Məsələn üçün, bizim Xəzərin altından çaylar axır. Xəzərin yerində çay axıb qədimdə. Yerində. Sonradan o çayın demək bağlanıb, üstündə Xəzər dənizi əmələ gəlir. Hal-hazırda o Xəzər dənizinin indi neçə metr dərinlikdə bilmirəm. Demək, orada zəlzələ nəticəsində həmin çaylar, xırda çaylar keçiblər, olsun böyük çayda olub, keçib dənizin demək dibini, torpaq qatının neçə metrliyində axır. Onlar bəzən məsələn Nabran tərəfdə dənizin lap kənarı suyuna biçən yerdə şirin su axır. Şirin su axır, dənizə biçir. Lakin dəniz suyuna qarışmır. Dənizin suyu şordur, bu şirin. Məsələn üçün, bizim qədimdə də bu cür çaylar olub, Maştağa arasında olub çaylar. Dedik ki, ikisini göstərdim ki, həmin fəvvarələrdən, yəni burada lazım deyil, Allah üçün çetin deyil ki, dağ olmasın, şəlalə olmasın, oradan çay əmələ gəlməsin və yerin altından fışqıran, ufantan sulardan bir çay əmələ gəlsin. Yəni Allah üçün bu çetin bir şey deyildir. Əziz izləyicilər, mən sizə bir gün demək ki, Maştağanın yerüstü, yeraltı çaylarından, sularından, nəhirlərindən az da olsa məlumatlar verdim. Gələn videolarda inşallah sizə Maştağanın demək sirli, bu vaxta qədər heç kəsə məlum olmayan, mənim özümə də məlum deyildi, axtarışlar, 35 illik tədqiqatlarım nəticəsində bunları tapıb aşkara çıxartmışam. Yəni bunlardan siz də xəbərdar olun. Hələlik sağ olun, salamat qalın.